Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti, aktrisa Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə dərc edilən Nəsibə Zeynalova 100 kitabının təqdimat mərasimi keçirilib. Teatr Xadimləri İttifaqının Ömrün Səhifələri silsiləsinin çap etdiyi növbəti nəşrin müəllifi Aida Qafarovadır. Kitabın redaktoru Professor Məryəm Əlizadə, ön söz müəllifi Teatr Xadimləri İttifaqının sədri, əməkdar incəsənət xadimi Azərpaşa Nemətovdur. Nəsibə Zeynalova 100 kitabı Azərbaycan, Rus, İngilis dillərində nəşr olunub. Təqdimat mərasimində aktyor xalq artisti Hacı İsmailov, Teatr Xadimləri İttifaqının sədri xalq artisti Azərpaşa Neymətov, Ramiz Məmmədov, Arif Quliyev, Aydın Kazımzadə, İlham Namiq Kamal və digərləri çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər. Meydana gəlməyinin mən şahidiyəm.